Salamlar. Yenidən hər birinizi data strukturlar və alqoritmlər dərsində xoş gördük. Bu dərsimizdə qeyd etdiyim kimi kompleks haqqında danışacağıq. Ümumiyyətlə kompleksdir nədir və nəyə görə istifadə olunur? Keçən dərs əslində biraz qeyd eləmişdik ki, biz hər hansı bir alqoritmin işləmə prinsipini, yəni sürətini ölçmək üçün saniyə ölçən və sair prinsipindən eləyə bilməliyik. Çünki kompüterlərin keyfiyyəti, CPU-su, RAM-ı, cache və sairə bunlar hamısı fərqlənən bir şeylərdir. Ona görə də bizə bir vahid lazımdır və bunun üçün də riyazi olaraq bir notation yaradıblar. Buna deyirlər notation. Bu notation da əslində bir neçə tipi var və ümumi olaraq bizim bir alqoritmi qiymətləndirmemiz onun kompleksitini tapmaq adlanır. Complexity nə deməkdir? Yəni bu mürəkkəbliyini ölçürük bir alqoritmin. Bu alqoritm nə qədər mürəkkəbdir? Yəni bu ən pis halda necə işləyə bilər? Ən yaxşı halda necə işləyə bilər? Ortalama necə işləyə bilər və s. Kompleksinin bir neçə tipi var. Time və space complexity var. Bu nə deməkdir? Time complexity odur ki, biz bu alqoritmin nə qədər təqribi zaman sərf eləyə biləcəyini, zaman mürəkkəbliyini ölçürük. Space kompleksisi isə odur ki, bunun nə qədər yaddaşda yer tutma kompleksisini, yəni mürəkkəbliyini ölçək. Bu iki seçimə görə, yəni hal-hazırda bizdə bu proqram işləyəndə RAM-da təqribi nə qədər yer tuta bilər, RAM-da və yaxud da indi harda saxlamışıqsa və yəni bu da təbii ki, megabaytla və s. hesablanmır. Yəni bu sadəcə kompleksdir, belə deyək. Çoxluğunu, azlığını bilmək istəyirik. Nə qədər sürətli artdığını bilmək istəyirik. Okay. Demək, indi biz burada belə deyək, kompleksdir, okay. Növləri çoxdur və zaman-zaman indi gəlin olan hamısı haqqında danışmağa çalışaq. Birinci, ən sadədən başlasaq, ümumiyyətlə kompleksinin belə deyək, bir neçə növ var. Orta kompleksli var, ən pis kompleks var, ən yaxşı hal kompleksli var. Bir neçə cürü var. Əsas istifadə edəcəyimiz əslində big O notation'dır. Bundan başqa omega və theta notation'lar da var. Onlar əslində çox istifadə olunmur. Belə deyək, bizə adətən proqramın ən pisinin necə işləyəcəyi halı daha çox maraqlı olur. Digər hallar isə biri ən yaxşı hesablamaq üçündür. Yəni, məsələn, keçən dəfəki alqoritmi təqribi yadımıza salsaq, 8 elementimiz var və linear search bir-bir üstündən keçirik və axtarış edirik. Bu alqoritmdə ən yaxşı halda bir dəfəyə tapacaq. Deməli, bunun ən yaxşı halı 1-dir. Bir dəfəyə tapacaq. Yəni, bizim n dən elementimiz varsa, n 100-dürsə, 1000-dirsə, hər neçədirsə, ən yaxşı olur ki, bunu bir dəfəyə tapsın. Ən pis halı olur ki, o n dəfəyə tapsın. Yəni, 1000-dirsə, 1000 dəfəyə tapsın. Ortalama halı odur ki, bu, məsələn, 1000 dən element isə bu n/2, yəni 500 dəfəyə tapsın. İndi bizə də o 500 dəfəyə tapsın, 0 dəfəyə tapsın halı, 1 dəfəyə tapsın halı bizim üçün çox da optimal deyil. Çünki bizə lazımdır ki, bu yazdığımız kod ən pis halda necə olacaq. Düzdür, obisi annotationlar da riyazi məsələlərdə və yaxud da hər hansı bir olimpiad məsələlərində və yaxud da belə deyək, computer engineering, computer science oxuyan uşaqlar üçün lazım ola bilər təbii ki, bu sözsüz. Amma bizim üçün hal-hazırda əsas məsələ daha çox big O kompleksidir. Amma gərək olarsa digərləri haqqında da, yəni gərək olarsa digərləri haqqında danışarıq. Birinci məsələ, bu big O notation necə yazılır? Deməli, böyük O hərfi kimi yazılır və içində də bu hansı kompleks tipi də o yazılır. Birinci gəlin big O1-dan başlayaq. Bunu başqa cür oxuyanlar da var. O1 da oxuyan var, big O1 da oxuyan var. Yəni müxtəlif cür oxuyanlar var. Amma çox da bir əhəmiyyəti yoxdur. Big O1 ən sürətli alqoritmik bir belə deyək, kompleksdir, mürəkkəblidir. Nəyə görə? Bu vahiddir. Yəni belə deyək də, sənin hal-hazırda bu işlətdiyin alqoritm ən yaxşı, optimal şəkildə bu kompüter üçün run ola biləcək koddur. Nəyə görəsin deyək və hansı hallar buna keçərlidir? Məsələn, adi belə deyək, hər hansı dəyişənə bir şey mənimsətməyə, məsələn, Kotlin dilində və yaxud da hansı başqa dildə A-ya məsələn 10 mənimsədirsiniz. Val A bərabər 10. Bu bir kompleksdir cəmsi. Və yaxud da məsələn, hər hansı bir if şərti çek eləyirsiniz, if şərtinin içərisində bir şey çek eləyirsiniz, bu da 1-dir. Hər hansı bir array'iniz var, array'in içindən məsələn, hər hansı indeksdəki elementi götürürsünüz, bu da 1-dir. Bu data struktura görə dəyişə bilər bu arada. İndi bu mən sırf array'lər üçün deyirəm. Bundan başqa, məsələn, hər hansı bir
logical operator məsələn A böyükdür, bərabərdirmi B-dən və sairə bu kimi şeylər yazılır, bu da 1-dir. Hər hansı bir switch case yazırıq, bu da 1-dir. Yəni vahid proseslər bunlardır əslində. Vahid proseslər bunlardır. Digərləri hansılardır? İndi onları da keçdikcə izah eləyəcəm, amma ilkin başda vahid proseslər bunlardır. Amma indi gəlin belə bir şeyə baxaq. Bu big O1 o deməkdir ki, indi biz o 1-i 1, 5, 10 belə bir şey ola bilərmi? Əslində burada məqsədimiz o big O-nun 1, 5 olmağı deyil. O da ola bilər əslində, elə də yaza bilərik, amma indi gəlin nəyə görəsini izah edeyim. Məsələn, tutaq ki, A bərabərdir 10 yazmışıq və bir dənə də yazmışıq ki, B bərabərdir 20. Bir dənə də burada yazmışıq if A böyükdür, bərabərdirsə B-dən filan şeyi elə. İndi məsələ budur. Biz deyirik ki, bunların hamısı big O1-dır. Düzmü? Bu big O1-dır. Bu da big O1-dır. Yəni ən pis halda bir vahiddə işləyir. Bu da big O1-dır. Onda belə çıxır ki, biz bunları toplayacağıq. Bunu düz yazmadıq. Belə eləyək. Onda belə çıxır ki, biz bunları toplayacağıq və big O 3 olacaq. Bunu belə də adlandıra bilərik əslində. Amma bunun içində əgər ki, siz statik olaraq əllə sayıla biləcək dərəcədə belə 3, 5, 10, yəni bu statik olaraq bilirsinizsə ki, bu neçə dənə vahid icra eləyir. Yəni bu demək ki, big O 1-dır əslində. Yəni biz demirik ki, bu big O 3-dür. Elə big O 1 deyirik, big O 1 deyirik. Yəni burada big O 3 deyə bir şey olmur. Bizə əsas məğzi odur ki, yəni bu proqramın hamısı big O1-a işləyir. Amma başqa bir kənarda çıxma var. İndi digər kompleksləri öyrənəndə bunu biləcəyik. İndi bunların hamısı big O1-a bərabər deyə biz burada deyə bilirik ki, yəni bu big O1-dır. Amma hamısı olmasa orada artıq vəziyyət dəyişir və başqa vəziyyətlər də var. Və belə deyək, riyazi olaraq bu necə işarələnir? Yəni ümumiyyətlə riyazi olaraq bu nə deməkdir deyə bir sual yarana bilər. Bunu belə deyək də, gəlin belə koordinat sistemi çəkək və koordinat sistemində bunu qeyd eləməyə çalışaq ki, bu nədir? Bunu hətta biraz belə edeyim. Bizim koordinat sistemində bu zamandır deyək. Buna biz zaman deyək. Zaman. Bu digərinə isə data deyək. Yəni item, n deyək və yaxud da data deyək. Yəni itemın sayı. Sizin algoritminiz, sizin funksiyonunuz və s. n-in neçə olmağından asılı deyilsə, bu yaxlar asılı deyildir bizdə. A bərabərdir 10-dur, B bərabərdir 5-dir. Orada hər hansı bir qıraqdan array ötürülübsə belə, bizim heç bir orada onunla bağlı kod yazmamışıq deyə o array-in bizə heç bir müdaxiləsi yoxdur. O deməkdir ki, sizin n-in sayı nə qədər getsə belə zaman dəyişmir. Zaman stabil olaraq, düz xəttli olaraq hərəkət edir. Big O1 baxın bu şəkildə. Bu şəkildə buna səhv eləmirəmsə riyaziyyatda yox, xətti yox, buna yadımdan çıxdı. Xətti olanı indi birazdan keçəcək. Bu isə statik funksiya idi ya belə bir şey idi. Bunun belə bir şey var idi bizdə də. Yəni konkret olaraq bizdən ki, məsələn x bərabər y bərabərdir 3 funksiyası, x bərabərdir 5 funksiyası və s. və ilax. Yəni biz adətən bu üçlü qrafikdə çəkmirik, sadəcə belə çəkirik. Və gördüyümüz kimi, yəni n 100 də olsa, 1000 də olsa, 500 də olsa, bu həmişə vahid zamanda, yəni zaman özü yuxarı artmır. Zaman eyni qədər sərf edir. Yəni n-dən asılı deyil. Ona görə buna deyirlər big O1, yəni ən sürətli, belə deyək, algoritmi. İndi bunun biraz belə deyək, riyazi, daha belə kompleks izahatlar da var. Fn bərabərdir gn funksiyonunda filan şərt ödənərsə və s. Açığı, yəni o həm izah baxımından, həm də mənim özümə də kompleks gəlir. Yəni biraz düşünürəm ki, biz o qədər teorik olaraq hissəsinə girməyə gərək yoxdur, amma hər hansı bir gərək olarsa, yəni tələb olunarsa, istəyirlərsə, çalışaram ki, onunla bağlı da araşdırmalar edib, onunla bağlı da izahatlar verim. Amma düşünürəm ki, yəni belə izahat, yəni belə sadə qrafikli izahat daha rahatdır, nəinki digəri. İndi onunla bağlı da əslində biraz belə izahat edə bilərik ki, belə deyək də, big O 1 notation. Mathematical definition əslində var idi bunun. Sadəcə onu bir dənə tapmağa çalışım ki, onunla bağlı izahat da verək. Təqribi də olsa biraz ona baxaq. Çox belə onunla bağlı nümunəni çox belə detallı tapa bilmədim. Hamısı praktik edində dəqiq tapdıqlarım, amma okey.
Əgər tapsam, onunla bağlı nümunə əlavə edərik növbəti dərslərdə, amma indiki halda bunu bilmək düşünürəm ki, kifayət eləyəcək və hansıların big O1 olduğunu başa düşmək kifayət eləyəcək. Növbəti bizdə gəlir big O, N. Əslində sıralama ilə bu gəlmir, amma indi yavaş-yavaş baxarıq. Big O, N-də nədir? Bu deməkdir ki, deməli burada artıq biz o N neçədirsə ondan asılıyıq. N-in neçə olduğundan asılıyıq. İndi məsələ nədir? Burada belə deyək. Biz hansı hallarda big O, N kompleks edirik? Məsələn, keçən dəfə getdiyimiz nümunə. Gələn inputdan asılıyıqsa və düzünə hamısının üstündən keçiriksə, həmin ədədlərin yarısından çoxunun üstündən belə keçiriksə, yenə də bu big O N sayıla bilər. Və N də dəyişə bilən bir şeydirsə, bir dəfə 100, bir dəfə 1000 ola bilirsə, bu big O N-dir. Yəni, məsələn, hər hansı bir dövrümüz var. Dövrdə i bərabər 0-dan i kiçikdir n-ə qədər i-ni artırırıq. Məsələn, belə bir şey eləyirik. Bu halda təbii ki, bu big O N-dir. Çünki N elementin üstündən keçirik. Bu N çıx 5 də olsa, yenə də bizim üçün big O N-dir. Çünki yəni o big O N çıx 5 yazmaq, yəni belə deyək, burada biz kompleksini N çıx 5 eləsək belə, o hər kompleks artdıqca, məsələn, big O N, big O 1-dən daha kompleksi yuxarı bir funksiyon. Ona görə o çıx 5 bizim üçün heç bir əhəmiyyət daşımır əslində. Ona görə o 5-in olub-olmamağı bizim alqoritm üçün bizə çox da belə lüzumlu bir fərq yaratmır. Ona görə biz elə ona da deyirik ki, sən də big O N-sən, yəni fərqi yoxdur. Bu kimi hallarda. İndi bunun qrafikini gəlin bir çəkməyə çalışaq. Qrafik baxın bu şəkildə xətti olaraq artır. Xətti şəkildə artır. Və hətta gəlin belə eləyək də bunu. Burada qırmızı seçək. Onu da silək. Burada da qaydaq buna. Və hər bir funksiyonu düşünürəm ki, fərqli rəngdə eləyək ki, bizə daha belə rahat oxunaqlı bir şey versin. Okay. İndi bundan big O N və burada da bunu belə çəkək. Biraz çəkim qabiliyyətim pis ola bilər, amma təqribi də olsa çalışıram ki, bunu vizualize edeyim. Demək, okay, big O N də bildik. İndi burada belə bir hal ola bilər. Belə düşünün. Biz belə bir şey deyə bilərik ki, A bərabərdir 10. Düzdürmü? N bərabərdir 100. 100 də dəyişəndir item sayına görə. Sonra deyirəm ki, for i bərabərdir 0-dan i kiçikdir bərabərdir n-ə qədər i-ni artır. Bunun içində nə bilim filan filan feşməkan O1 operationları ilə. Bunun içində O1 operationları ilə. Biz deyirik ki, okey, bunun içindəki O1-dir. Bu forun özü dedik O-N-dir. Mənimsətmək də O1-dir. Bu da O1-dir. Düzdürmü? Hər şey mənimsətmək prosedurları bunlar O1-dir. Bu deməkdir ki, onda belə çıxır ki, O, N üstə gəlinsin 1, 2, 3 dənə də bu var. O, N üstə gəlinsin 3-dür. Belə çıxır. Əslində, belə də deyə bilərik. Daha belə dərininə girsə, belə də deyə bilərik. Amma biz bayaq dediyim kimi, əgər qrafikası daha yuxarı gedən bir, kompleksi daha sürətli böyüyən bir alqoritmlə danışırıqsa, çünki N-in qiymətinə görə məsələn 100 dənə elementə 100 dənə proses icra edir, amma O1 elə deyildi. 100 dənə elementə 1000 dənə proses icra edir. Fərqi yoxdur onun üçün. Deməli, N-in sayından asılı olaraq bizdə daha tez böyüyür deyə funksiya. Bu daha pis funksiyadır, düzdürmü? Çünki element artdıqca bunu sərf etdiyi zaman artacaq da məntiqən. Ona görə biz o daha kiçik hissəni atırıq. O bizə lazım deyil. Yəni burada daha kiçik hissə bu plus 100 bizə lazım deyil. Biz buna da deyirik ki, elə sənin kompleksdin, mənə o 3 hissəsi, 5 hissəsi lazım deyil. Sənin də kompleksdin O N-dir. Mənə digər hissəsi maraqlı deyil. Okay. İndi digər nümunələr keçdikcə bu daha belə dərindən əslində başa düşüləcək ki, atmaq nə deməkdir, nəyə görə atırıq və s. İndi gəlin belə deyək, növbəti funksiya olaraq keçək kvadratikə keçək. Kvadratikdən sonra loqaritmikdən danışarıq. Kvadratik bundan da pisdir. Bizdə kvadratik O n kvadratı belə deyək, belə böyüyən alqoritmlər var. Bunun əslində riyaziyyatda parabola yəqin ki bilirsiniz. Parabolik böyümə
Baxın, belə bir şeydir. Yəni n-in hər qiymətində, məsələn, belə deyək də, 100 dənə element üçün bizim bu proqramımız cəmi bir dənə prosesor edir. Bu proqramımız, bununla yazılan kodumuz cəmi 100 dənə element, maksimum 100 dənə prosesor edir. Bunun üçün isə 100 min dənə prosesor edir. Daha sonra 10 min dənə prosesor icra edir. Demək ki, bu daha pisdir də. Yəni bir dənə mən proqramı pis yazmışam deyə, orada adi 100 min dənə data üçün daha sonra 100 dənə data üçün 100 min dənə prosesor eləyəcək. 100 data üçün 100 min prosesor əslində çoxdur. İndi ona görə də datanın sayından asılı olaraq, əlimizdəki datadan asılı olaraq bunu daha düzgününü seçmək lazımdır. Okay, o n kvadrat açan olur. Nə zaman bununla bizə daha çox lazım ola bilir? Bu daha çox iç-içə looplarda olur. Yəni iç-içə keçmiş looplarda necə bir şey? Məsələn, belə deyək ki, belə looplar görmüş olarsınız. For i bərabərdir 0-dan i kiçikdir bərabərdir n-ə qədər i-ni artır. Sonra bir dənə də for yazır. Burada da məsələn j bərabər 0-dan j kiçikdir bərabərdir n-ə qədər j-ni artır. Və burada da hər hansı bir proses icra elə. Və düşünək ki, hətta bunun içində də belə bir şey icra edir. Okay, onu hər kəs skip eləyir, o çox da vacib deyil. Burada da hər hansı bir O1'lik bir proses icra edir. Ekrana çap edir, dəyişənə mənimsədir və s. belə. İç-içə looplarda artıq toplamırıq. Biz alt-alta olan prosedurları okay, toplayıb hesablayırdıq ki, hə, bu üstə gəlir, bu üstə gəlir, bu. Amma burada toplamırıq, burada vurma olur. Hər içə loop getdikcə vurma olur. Bax, n dənə proses bu eləyir, n dənə proses də bu eləyir. Yəni hər, məsələn, i0-da bu n dəfə işləyir altdakı. i1-də n dəfə işləyir, i2-də n dəfə işləyir, i3-də n dəfə işləyir. Yəni hər dəfə bu j0-dan başlayır və təzədən həmin qədər də işləyir. Deməli, n vur n dəfə işləyir bu məntiqlə baxsaq, n vur n. Buna da n kvadratı deyilir. N kvadratı. İndi bu hər yerdə belədirmi? Bütün iç-içə forlarda deyil əslində. Ona görə də bununla bağlı əlavə bir dənə video dərs çəkəcəm ki, bəzi belə maraqlı, amma adamı çaşdıran kompleksdə tapılma məsələlərinə də baxaq ki, əslində adam baxır, deyir ki, 2 dənə for iç-içə bu 100% kompleksi n kvadratıdır, amma deyil, həmişə elə deyil. Amma indiki halda belədir, amma indi bir də bizim burada birimiz var, yəni n kvadratı plus 1 kompleksdir deyəcəyik. Amma biz dedik axı, daha çox sürətli böyüyən alqoritm üçün bizdə statik hissə lazım deyil. Ona görə də qalan hissəni atırıq. Hətta burada hər hansı bir n-lik bir operation olsa belə, yəni belə bir şey olsa belə ki, n kvadratı üstə gəlinsin 3n üstə gəlinsin 1 adlı bir kompleks də alsaq, bunların hamısını atırıq. Yəni ən böyüyünü saxlayırıq, ən pis kompleksini saxlayırıq. Ən pis kompleks də hal-hazırda bizim bildiklərimizin içərisində n kvadratı da ən pis kompleksdir. Çünki kvadratik olaraq böyüyür. Belə deyək. İndi burada gəlin bunu təmizləyək. Gərək oranı silməzdim. Okay. Belə deyək. Çox yer tutmasın deyə istəyirəm ki, burada şey eləyək. Aha, okay, biz lineara baxdıq. Hətta bunun üstündə belə də qeyd edə bilərik rahat olsun deyə. Bu deməli O1, bu ON, bu ON kvadratı. Yaxşı yaza bilmirəm, biraz sürüşür deyə. Okay. Növbəti bizdə var loqaritmik. Loqaritmik ən çox əslində bunları görürük. İndi başqa kənara çıxmalar da olur. Loqaritmik yazılış tərzi əslində belədir. İndi bir dənə buradan da başqa rəng seçək bunun üçün. O log n standart olaraq belədir. O log n. Yəni burada 2 əsaslandı, 3 əsaslandı. Buna çox fikir vermirik əslində. Yəni o çox fərqlənmir, amma yazılmırsa bu böyük ehtimal ki 2 əsaslandır. Yəni şeydə belədir. Loqaritmik böyüyə deyilirsə 2 əsasdan gedir bu. 2 əsasdan böyümədir və bunun da belə deyək, qrafikası bir dəqiq, bunun qrafikasını biraz belə bilmirəm burada çəkə bilərik yoxsa yox, nə qədər rahat olar. Elə çəkməliyik ki, düz olsun əslində. Baxın, belə bir şey olur. Bu gəlir, 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 gəlir və bu şəkildə gedir. O log n. Biraz qısa yazacağam. Log da əslində. Bu fikir versəz görürsünüz, birdən biraz daha pisdir, amma n-dən daha yaxşı. Yəni o n-dən daha yaxşıdır. O birdən daha pisdir. Niyəsini indi əslində məntiqi olaraq tapa bilərik. Niyəsini tapa bilərik. Belə fikirləşək də gəlin. 100 dənə ədəd üçün, 100 dənə deməyək də, gəlin belə deyək, 256 dənə bizim ədədimiz var. n bərabərdir 256-dır.
O1 üçün fərqi yoxdur. Bir dənə proses icra edəcək bu n dənə itemin üstündə. O log n bu 2 üstü 6, 7, 8 olmalıdır. Amma ola bilər indi səhv edirəm. O 8 olsun, 10 olsun. Yəni 2 üstünü sayırıq biz. 8 dənə proses icra edir. O n üçün bu 256-dan icra edir. O n kvadratı üçün artıq 256 vur 256. İndi bunu hesablamağa gərək yoxdur, amma böyük olduğunu zaten başa düşürük. Gördüyümüz kimi ən sürətlisi budur. Ondan biraz yaxşısı budur. Ondan deməli n log n o n-dən daha pisdir. Yəni hətta çox fərq var yəni iki halda və digəri də burada. Gördüyümüz kimi indi burada log n nisbətən daha yaxşıdır. Və bizim keçən dərsdə keçdiyimiz binary search, hansı ki biraz nəzər saldıq, böldük. O əslində loqaritmik funksiyadır. Loqaritmik funksiyada adətən 2-yə vurma, 2-yə bölmə prinsipində olurlar. Yəni 2 dəfə gedirsə, yəni belə deyək də, yarı-yarı artırırıqsa prosesi onda olur. Nə mənada? Məsələn, bu sizi çaşdıra bilər ki, bizdə for i bərabərdir 0-dan, i böyüdür, i kiçikdir bərabərdir n vur 2-yə qədər i-ni artır. Belə bir şey. I bərabərdir n vur 2 yoxdur, daha doğrusu belə deyək də, bunu belə düzəldək. Mən sırasını səhv yazdım. I vur 2 kiçikdir n-ə qədər. I vur 2 kiçikdir n-ə qədər. Kiçik bərabərdir n, kiçikdir n, çox fərqli yoxdur. Bu niyə bu niyə o n deyil? Niyə o n deyil? Niyə belədir? Çünki burada 2 dəfə böyümə gedir. Nə deməkdir bu? Bax, məsələn də, belə deyək, bu n-in yerinə, bu i vur 2 olmasa, n-imiz də 256 olsa, okey, bu 256 dəfə bunu artıracaq. Çünki i plus-plusdur, bir-bir artır da. Hətta biz, mən burada biraz məntiq səhvə yol vermişəm. Belə yox, daha doğrusu, bura belə qalsın. Okey. Buranı biz dəyişək. Okey. Belə yazaq da, gəlin. I kiçikdir bərabərdir n olana qədər i-ni artır olsa, yəni bir-bir artırmaq olsa, n 256 olsa, bu o n-dir. Çünki 256 dəfə proses davam edəcək. Amma i vur 2 yazsaq və yaxud da i bölü 2 yazsaq, indi onu necə yaza bilərik, baxarıq. I vur 2 yazsaq, bu proses o qədər getməyəcək. Niyə görə o qədər getməyəcək? Məsələn, gəlin belə baxaq da. i-nin birinci qiymətində bu, i-ni hətta birdən başlayaq, daha məntiqli olsun da burada. i-nin birinci qiymətini okey 1-dir, sonra 2-dir, sonra 4-dür, sonra 8-dir, sonra 16-dır, sonra 32-dir, sonra 64-dür, sonra 128-dir, sonra 256-dır. Görürsünüz, bu qədər gedir. Görürsünüz, 256 neçə saatdır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, düz saydımsa 9 ədəd prosesi satdı. Amma bu birisi 256 ədəd prosesi satır. Ona görə də bu o n ola bilməz. Bu o n ola bilməz. Bu o log n-dir. İndi bizdə də dedim axı bayaq 2 əsasdan. Bu həmin bu vurma ki var neçə əsasdan. Bu əslində həmin big O-nun notation'un əsasıdır. Bizdə də adətən bu 2 ilə gedir bu ümumi proqramlaşdırmada. Ona görə elə yazılır. Amma yəni məsələn 3 əsasdansa bu əslində məsələn o log 3 əsasdan n-dir. İndi bizdə 2 əsasdan n-dir. O 2 əsasında yazmırlar. O log n yazırlar kompleksini. O log n budur. Yəni 2 dəfə böyümə və yaxud da 2 dəfə kiçilmə də necə ola bilər? Burada 256-dan başlayardı. I böyüdü bərabərdə olardı. N də məsələn i böyüdü bərabər 0 olardı məsələn, azala-azala gedərdi və i-ni də bölərdi 2-yə. İndi 2 dəfə azalacaqdı. 256, 128, 64, 32 bu şəkildə azalır. Yenə 2 dəfə azalır. O da o log n-dir. Çünki 2 dəfə azaldır. Biz əvvəlki video dərsimizdə elədiyimiz əslində bu idi elə. Biz orada azaldırdıq. Hansı ki listi bölürdük. 8 dənə idi, sonra bölürdük 4 dənəyə, sonra bölürdük 2 dənəyə, sonra da bölürdük 1 dənəyə tapırdıq. Yəni görürsünüz 2 dəfə kəsirdik. Ona görə də adi linear search-dən daha sürətli şəkildə bir algoritm yazmış olurduq. Və həmin səbəb əslində buradan gəlir. Bu kompleksinin yaxşı olmağı baxın buradan gəlir. İndi davam edək növbəti prosedurlara. Bu arada bir function içərisində məsələn o
n proses var. Yəni belə deyək də, yuxarıda hər hansı bir for gedirsə, bayaqkı kimi, yəni i vur 2 dəfə artan bir for gedirsə, indi çox uzun yazmayım. Digərində də məsələn for i plus plusla, yəni bir-bir atan bir for gəlirsə n dənə ədəd, hansı ki deyirik ki, bu log n-dir. Hansı ki, burada deyirik n-dir, amma bir-birinin içində deyirlər də burada. Bir-birinin içində deyirlər. İçində olsalar o başqa məsələ. Bir-birinin içində deyirlər. Ayrı-ayrı for loopdular. Bir-birlərinə asılı deyirlər. Sadəcə alqoritm yazmışıq. Bir dənə for gedir, başqa proses edir, sonra qurtarır, sonra bir dənə for başlayır. Bu halda bu ikisini toplanır. Yəni o n üstəgəlsin log n olur. Düzdürmü? Bizə demişdik axı böyük hissəni atırıq, bizdə daha doğrusu balaca hissəni. Bizə də ən tez böyüyən n hissəsidir. Ona görə bizə log n maraqlı deyil. Biz o n deyəcəyik bunun kompleksisinə. Çünki n log n-dən daha tez böyüyür. Bizə ən pis hal lazımdır big O notation-a əsasən. Ona görə də biz o n-i götürürük. İndi bir dənə belə bir şey var. Əgər bu forlar iç-içə olsaydı, biri log n-lə, biri n-lə böyüyən, bu n log n-dir. Bunu adlandırırlar deməli, hansı renk götürək? Sarı götürək. Bunu adlandırırlar n log n. Bir formumuz 2 dəfə artır, 2 dəfə 2 dəfə azalsa, digəri n dənə elementin üstündən keçirsə, bu n log n-dir. Çünki vurulmadır burada n log n məntiqidir. Bu birindən biraz yaxşıdır, birindən biraz pisdir. İndi onun bunun adı da var idi. Quasi-linear deyəsən deyilir. Quasi-linear. Belə bir şeydir. Bu da əslində şeyə yaxındır, bu n kvadratına, amma ondan biraz belə deyək də, belə bir şeydir desək yaxşı olar. Yəni n kvadratı qədər də pis deyil, amma n qədər də yaxşı deyil. Ondan biraz da pisdir. Çünki burada artıq vurma var da. Yerinə rəqəm qoysaz, məsələn, n-lərin yerinə 100 qoyub, məsələn, hesablasaz hər bir funksiyon üçün görəcəksiniz ki, hə, həqiqətən də bir məntiq var burada. N log n. Bu da əslində sadə nümunədir. Onun görə çox üstünə qalmaq istəmirəm. Bunu daha çox o digər dərsimizdə daha praktik example-larla və belə deyək də, həqiqətən çətin və qəlizlik yaradan bir şeylərlə baxanda daha maraqlı olacaq ki, necə eləyə bilərik. Başqa görə nəyimiz var bizim? Burada əslində başqaları da olmalıdır. Sadəcə notlarıma baxıram ki, yada salaq. Əslində hə, digər alqoritmik tiplər də var. Məsələn, A əsasdan n böyüyən funksiyonlar var. Yəni n əsasda böyüyən, n-ə görə dəyişir. Yəni bizim qüvvət kimi böyüyür funksiyonumuz. Bu lap pisdir, yəni əslində n kvadratdan da pisdir. Bir də faktorial böyümələr var. O da pisdir. Yəni ən pis funksiyalallıqlardır. Düzdür, bu nadir hallarda olsa qabağımıza çıxa bilər, amma indiki halda yəni bunlar daha belə deyək, kompleksisi çoxdur. Bunu hətta bir belə table-ını çıxarası olsaq, görün mən bir dənə table tapsaydım daha belə detallı şəkildə. Okay. Buradan baxa bilərik. Bu şəkli açaq. Okay, indi bir qabağıma məqalə çıxdı, elə buradan belə eləyək və buradan baxaq. Baxın, burada gördüyünüz kimi bu şəkildə, baxın, O1, yəni ən belə basicdir də, yerlə gedir, düz xəttdir. İndi mən biraz yuxarı çəkmişəm ki, o xətlə düz üstə düşməsini başa düşək. ON və O log n var burada, görürsünüz yaşıl, bax bu yaşıl. Daha doğrusu bu yaşıl əslində deyəsən şeyi işarə edir burada, belə başa düşdüyüm qədərini. O log n ondan sonradır. Sonra ON gəlir, sonra n log n gəlir. Sonra ON kvadratı gəlir. Sonra görürsünüz burada 2 üstü n gəlir. 2 üstü n. Bu A üstü n də var, 2 üstü n də var. Yəni belə desək. Sonra n faktorial gəlir. Bunlar lap pisdir, yəni lap pisidir. Burada da excellentlər hissəsində görürsünüz log n-lə o1-i salıblar ki, yəni ən yaxşısı olardı. O n belə də pis deyil. Yola vermək olar indi baxır situasiyaya. Ondan yuxarısı o qədər də yaxşı sayılmır. Da n kvadratı falan bunlar lap belə pis kompleksdirlər əslində. Məcbur olanda işlədirik təbii ki. Space kompleksdir də əslində bunun kimi bir şeydir. O elə çətin deyil əslində. Məsələn, hər hansı bir dəyişənə bir şey mənimsədiriksə, bunun kompleksisi 1-dir. Çünki bir dənə direkt bir şeyi saxlayır, rəqəmi saxlayır özündə və yaxud da hərfi saxlayır, stringi saxlayır və s. Amma məsələn, bir dənə n ölçülü array tuturuqsa, içində 5 dənə, 10 dənə element olan array tuturuqsa, hə, burada nə görə yazmadım? Nəsə yazamadım, maraqlıdır. Okay. Okay. Belə bir şey tuturuqsa, hə, düzəldi. N elementli bir array tuturuqsa, məsələn 3, 5, 10 və bunun ölçüsü dəyişirsə, bu n-dir. Big O n kompleksli
space kompleksi. Çünki bilinmir də neçə dənə elementdir. N dənə array var içində. İndi bu nümunələri də görəcəyik əslində. Və yaxud da 2 ölçülü massiv tuturuzsa, burada n kvadratıdır və s. Bu çox da qəliz də deyil, amma bəzi hallarda lazım ola bilər. Daha çox time kompleksdir əslində bizim işimiz indiki device-ların yaddaş ölçülərinə baxsaq. Amma klassların biraz ölçülməsi fərqlidir. Çünki klassların özünün tutduğu ölçü var, plus içindəki propertilər var, onların içinin propertisi var. Yəni orada dərinlinə gedəndə çox hesablamalar gedir əslində. Amma bizə hələ ki onlar lazım deyil. Bizə əsas lazım olan belə baxanda space kompleksdən daha çox time kompleksdir. Düşünürəm ki, bu dərsdə burada yekunlaşdırma olar. Növbəti dərsdə biz müxtəlif nümunələr görəcəyik, hansı ki, onları əvəzdən yazacağam və baxarıq ki, məsələn, bunun niyə kompleksisi belədir? Yəni çünki bu biz gördük ki, hə, standart okey, bir dənə força bu ON-dir. 2-yə bölünürsə log n-dir və s. Amma elə situasiyalar var ki, orada tutmaq olmur tam olaraq ki, bunun kompleksisi nədir? Çünki çox dəyişən parametr olur, kənar side effektlər çox olur, amma biraz dərinlinə baxanda görürsən ki, əslində o qədər çətin deyil. Əslində başa düşsən, yəni rahat şəkildə analiz eləsən, bir iki dəfə analiz eləsən başa düşülür ki, hə, burada təqribi hansı kompleksdir. Okay, bu dərsdə də bu qədər. Növbəti dərsdə görüşmək ümidi ilə hələlik.